bugün sizlerle birlikte video çekiyor ama yanımızda Nuray var. Ben varım. Salam de. Salam dostlar. Bugün Ömer'in kanalında biz video çekeceğiz. Çekmeye Başlayalım. Gel. Neyini yay? Şimdi Ömer size velosipedini göstereyim. Velosipedi tam bir yarış velosipedidir. Hele bunu da kaldırsa. Deyirdi ki ben Ömer'i tanıyıram. O yaxşı velosiped. Hadi sen sınıf yoldaşın değil Şakir. Benim de dostumdu. Deyir ki Ömer yaxşı şeydi. Velosiped sürərdim. Mən onu heç vaxt qazana bilməmişəm. Ben onlar hiç velosiped yarışı eləməmişdim. Yox, deyir ki biz məhəllənin velosipedlə fırlandıq. Nə bilim nə deyirdi, başa düşmədim amma. Öyle bir şey eləmədim. Velosipedin de arkasını kaldırsak sus hele. Bir yarış velosiped. Yarış motosikleti olur. Eləcə velosipeddə ne olsaydı eləcə velosipeddə olsaydı bu motosiklet olardı. Gel. Hele burada termos koyulan yeri var. Arkasında ışığı var. Burada səbəti var. Mənim də kassam var. 150 manat yığmışam. Yığacam özümə velosiped alacağam. Ben de 50 manat yığmışdım. Yığ. Təzə velosiped alacağam. Hele 54 ne bileyim neçə 50 neçə manat yığmışdım. Ama anam götürüp. Astar. Yemeğim var sen burada verim de. Çəkəcəm. Yoxdur yemək. Yoxdur qutarıb. Məstan bura gel. 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 Dalım da gelir bu. Oğlan yoksa kız? Ha? Bir şey. Kız olmalıdır. Oğlanı da çok hoşluyor ama. Bir defa bir defa ben köyünde çeçeleğim üstüne inanmıştı. Ona göre teze çeçeleği almışam ben. Anam o yardıcı inerdim ama benim şamda ayağıma yerleşmez. Ona göre teze çeçeleği almışam. Onun razmeri de 32'di. Teze ayakkabı da. Eleme. Bindi şapalak koyacağım. Ne engel? Bana ne engel? Heyvanlar şiddet göstermeye olmaz. Ben səhv elədim. Ben sizi yoxlayayım. Biraz da bir de iki yere zibil atmak olmaz. Uşaqlar və Bizim hayattaki bütün zibillər yığıştırıp oradaki zibil kabına ataq. Gel gösterim. Burada zibil kabı var. Orada zibil kabı. Gel. Zibil zat orada. Zibil zat görsen sen zibil ataq. Kağız zat var yerde. Sigaretleri de götür. Atak yere. Zibile. Gel. Bir daha torba lazımdı bize. Tüm zibilleri velosiped torbasına yığıp sonra oradan da zibile atak. Nuray hara gitti? Burada da kar. hava biraz soyuqdur. Götür atsın zibile. Gel burada var. Burada çoklu var. Ben gittim yere. Dağı koruyoruz. Sen iklim koruyucuları programını yükleyip sen. Ben de. Gel velosipedi de yanımızda olsun. Velosipedi getir. Sen mine sıra getir. Gör mən minə bilərəm. Qızlar. Yok sağlamdır bu. Demirden de görmürsən. Ya çelikli ya demir. Allah, neçə vaxt velosiped sürmürəm deyə hələ. Yaxşı ola sen. Sıra bildim. Sen kamerayı tutmazsın. Abala. Gəl. Ala sen kamerayı tutmazsın. Neçə vaxt velosiped sürmürəm deyə ayağımıza taxırır. Abla ben biraz bırakıp sürürüm. Bizdə o qaçış aparatı var idi.
Ben orada her gün qatıram sürətlə. Sohbeti burası için. Bir teker patlayıp da yaşırılır. Arka teker patlayıp. Nə köməkli. Gel. Sən oradan. Qoydun. Qoy. Koydum gel. Ver kamerayı. Aa, bu da şeyler var. Ha onları götür. Sigaret kapını da götür. Evet, pişip bura eləyib. Abla o itti. İtin. Aha, it var bizdə. He? İt var. Heyte it girmişti orada. Ama bak korkma. Cuman değil. Allah İndi hakkı. oradadır. Ha? İndi oradadır. Bilmiyorum Allah hakkı girmişti. Bilmiyorum indi oradadır. Orada var. Yəni, nə gedir o buradan? Ha ne çildir. Keçə bilərsən orada. Cici canlar ayağıma batar. Ya bundan yay. Ya bundan yiyecek. Hayır oldu ya bu. Yiyeceğim ben. Bıraksınız. Ama onu atma. Benim duayı koruyacak sen duaya. Bak sebildi də. Ömer bu Ha bilmirsem pişirilen otlandı. sizə ceyizin akılını göstərim dostlar. Ben gösterdim. Bunlar zehirli otlardı. Gösterme. Gösterme lazım değil. Ben gördüm onu da. Bak bu otun adını atam demişti. Zehirli ot diye bu. Hı? Yemək olmaz öyle. Ha ya adam yanında zehirlenir. El vuran da ama zehirlenir. Yanında zehirlenir adam. Oha. Ben görüm karşını. Evin içini göstereyim resmen yakınlaştıra. Kameralı. Anamın telefonu binaların içini göstərir deyə keçəndə. Ha? Binalar. Ayağıma gedək. Yok. Sağlaşaq. Yok hala. Allah hala biz biraz duayı koruyacaktık. Ne oldu tez? Ben de ayağımın yarası ağrıdı. Buranı dağıtmayaq. Gel. 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 Mən düşə bilmirəm. Hoppan onda. Ne korkak çıktı. Ah. Elim ağrıdı. Çıkart görüp. Ha? Değilim kuruyup. Görüp taraf tutmam. Ama gör böyle dağ kimi yanır. Sen kamerayı tut. Ben bunu kaya kimi, dev kimi elə bir budağdı kırıp. Kaya çıkart. Uy. Elem ayağım ağrıyor. Ah. Allah Türkçüleri gücü. Hoşçak çıktı. Ne tersen? Dur, gel. Burada hayatta değil hala. Gedək. Gel. Biraz oynayalım hala. Gel. Gel. Korkma hadi cınavlamır bu. Kamerayı tut. Ben pişin gözünü içini çəkəcəm. Abla bunu belə ters tutursan. Kamerayı ters tutma. Abla ters tutma dedi. Ters tutma. Anlısı. Ben insanlara çok hassasam, vura bilmiyorum. Ben de bazen azıyram. Vurandan sonra.
Orada bizim sinif vəhşixananın biri vəhşixanadır da. Oo. Həqiqi. Bizim də. Müəllimə, Ay Allah, nəsə. müəlliməmiz adamı dəmir xəttkeşlə əllərinə döyür. Bizdə şaqdən birimizdən bir də Dəmir xəttkeşlə döyür bizdə. bir də əlinə tüpürür də. Müəllim. Bax belə. Belə. Məmçilər dəmir xəttkeşlə barmağa vurur. Çox ağırdan. Orada Instagramda bir dənə şey görmüşdüm. Bir dənə uşaq hər yeni onu eləyir. Ona bir dənə şapkalaq elişdirir. Uşaq yerə yapışır. Ama bir oradakı çağırdım. Nə? Oradakı. Nə? Elədim. Nə? Oradakı itin. İti? Hı. Bir şey də çağır. Gəl. Ay, mən qorxuram. Cavan ilk cümbür ki. Yadımdadır, mən 4 yaşımda hazırlıqdan gələndə bir də tisbağa görmüşdüm atamla gələndə. Mən biz tısbağa tarmışdı. Hər gün pəncərədən baxırdıq. Tısbağa var idi. Orada bir də dəlik var idi də. Çox dərində idi. Bir dəfə topumuz düşdü. Orada qoşudan balaca getmək yeri var idi. Oradan Kamerayı düzgün tut. oradan nəsə sıxışa getdimsə, tısbağayı tez götürdüm. Şeyi də götürdüm. Nə idi onun adı? Topu da götürdüm. Tısbağa saxladıq. Tısbağa mı çox şirin idi? İndi o sen gördüğün tisbağa mənə də göstərmişdim bir dəfə sizə gələndə. Hələ o tisbağa indi gedib oradan. Ha. İndi qovubsuz Yox. Səhər durduq ki, yoxdur. evdə. Yox, evdə yox, çöldə yoxdur. Sürünə gedib. Sürünə. Ana vurma ha. Vururam bizim şeydir. Niye vurum? Yoruldum axı. Heç olmadığında kameraya mənə ver. Gəl. Yox, yerilməkdə yoruldum. Yenilməkdən. Mən enerjim çoxdur, mən yorulmadım. Orada oldu, kumdu üstümüzə. O bismillah. Yaxşı yadıma saldır. Qorxursan? Ha? Heç itlərdən qorxursan? İtlərdən qorxmuram, amma cumanlardan, yəni vəhşi olanlardan qorxuram. Quduzlu xəstəli olanları adam düşəndə adamı 40 gündən sonra öldürür adamı, bilirsən? Quduz nədir ki? Yəni it dişlədir onu. İndi o ancaq Vəhşilik xəstəliyi. Hav eləyir ancaq adam. Onda it vəhşi olur adamı dişləndə o Dom yes. Sus. Bax o şeydə o quduzluqla adamı keçir. Adamın ağzına zəhərli köpüklər çıxır belə. Belə. Adam da kuduz olur. 4 gün sonra adam sonra 4 gün sonra 40 gün sonra da ölür. Burada video çəkirik. Neyse. Sağ olun dostlar, videomuz Sağ olun. sona erdi. Like atmayı unutmayın.